Salam uşaqlar, mən bugün sizlərlə 9-cu sinif din testindən, natural ədədlər bölməsindən 10 dənə test izah edəcəyəm. Hər dəfəsində 10 test izah etməyəcəyəm. Nətər? İndi mən bunu dərs videom, yəni ilk dərs videom olduğuna görə mən 10 dənə video izah edəcəyəm. Amma o birlərində bir 30 dənə, 40 dənə izah etməyə çalışacağam. İndi isə gəlin başlayaq. Natural ədədlər bilirsiniz də, sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlər deyilir. Natural ədədlər mənfi ədədlər deyil. Bunu hər dəfəsində sual verir ki, uşaq mənə mənfi ədədlər natural ədədlərdir. Xeyr uşaqlar, mənfi ədədlər natural deyil. Sayarkən istifadə etdiyimiz ədədlərdir natural ədədlər. İndi isə gəlin başlayaq. Birinci sualdan. Deyir ki, birinci sualda nə deyir? Deyir ki, ədədi 17-yə böldükdən natamam qismətdə 3. Qalıqda isə 16 alınır. Bu ədədi tapın deyir. Demək, ədədi 17-yə böldükdə ədədimiz olsun, nə olsun ədədimiz? Belə də görün, variant düşməsin. Ədədimiz bir x olsun, eləmi? Bölünsün 17-yə. Deyir ki, ədədi 17-yə böldükdə natamam qismətdə 3 alınır. Natamam nədir? Yəni tam olmayan. Yəni bərabərdir 3. Qalıqda isə 16 alınır. Qalıq 16 belə yazılır. Görürsünüz? Bəli, görürsünüz. X-i tapmaq üçün nə edirik? 17-ni vururam 3-ə. Neçə eləyir? Üstünə də 16 gəldirəm. 17 3-ə vuranda neçə eləyir? Gəlin tapaq. 3 dəfə 7, 21. 1 yazaq 2 yadda. 3 dəfə 1, 3. 2 də yadda 5, 51. 51. Demək cavab 51. Üstünə də 16. O da bərabərdir 67. Cavab da D variantıdır uşaqlar. Həllini sizə belə göstərim. Misal. Gördüyünüz kimi misalın həlli belədir. İndi isə gəlin keçək ikinci misalın həllinə. Bütün misalların həlli bu cürdür əslində. Gəlin. Deyir ki, ədədi 19-a böldükdə natamam qismətdə 3, qalıqda isə 14 alınır. Həmən qismi, baxın. X bərabərdir. Neçədir? Burada 19. 19-u vururam 3-ə, üstünə də natamam qismət 14 deyir bizə. Üstünə də gəlirəm 14. Bərabər neçə edir? 19-u çavıraq. 3 dəfə 9, 27. 7 yazaq, 2 yadda. 3 dəfə 1, 3. 2 də yadda 5, 57. Üstünə də bu 2 yadda yazmışam. Üstünə də 14 gəlir. Bərabər neçə eləyir? 1, 1. 1 yadda. 5-in üstədə 1 yəni neçə? 6. 6 üstədə 1 gəndə 71. Cavabımız 71. Yəni cavab Y variantı alınır. İndi isə bu neçənci sual idi? İkinci sual. Bu da birinci sualın həlli. Belə göstərim istəyirsiniz həllini. Gördüyünüz kimi. Belədir həlli. İndi isə gəlin keçək üçüncü sualın həlli. Üçüncü sual deyil. Ədədlərdən hansı 18-ə qalıqsız bölünür? Siz bilirsiniz ki, 18-ə bölünənlər hansıdır? 6-ya, daha bəsit yolla deyək. 18-ə hansı ədədlər bölünür? 9, 2 deyək. Demək, biz 9-a və 2-yə bölünən ədədlərdən seçdik. Ən birinci gəlin 2-yə bölünən ədədləri götürək ki, bizim üçün rahat olsun. Birincisinə baxaq, A variantına baxaq. Bilirsiniz 2-yə bölünmə əlaməti nədir? Sonu cüt ədədlə bitən ədədlər 2-yə qalıqsız bölünür. A variantında 84111. Axırı tək ədədlə qutarır və bu 2-yə bölünmür. Ona görə bu gedir. Burada gördüyünüz kimi axırı cüt ədədlə qutarıb. Ona görə bunu saxlayırıq. Burada da gördüyünüz kimi axırı cüt ədədlə qutarıb. Ona görə bunu da saxlayırıq. D variantında gördüyünüz kimi axırı 5 ilə qutarıb. 5 necə ədəddir? Tək ədəddir də. Ona görə D variantı da gedir. Y variantında da sonu tək ədəddə qurtardığı üçün Y variantı da gedir. Qalır yerdə B ilə C variantı.
İndi biz 9-a bölünmə əlamətini yadımıza salaq. 9-a bölünmə əlaməti nə idi? 3-ə əstəğfurullah, üzr istəyirəm. 9-a rəqəmlərinin cəmi 9-a bölünən ədədlərin özü də 9-a qalıqsız bölünür. Elə deyil. İndi biz bu rəqəmləri 74374 ədədinin rəqəmlərini toplayırıq. Əgər 9-a bölünürsə, demək bu özü də 9-a bölünür. Gəlin indi isə baxaq. 7 üstə 4 gəlini neçə eləyir? 11. 11 üstə 3. 11 üstə 3 gəlini 14. 14 üstə 7 gələndə 21. 21-in üstə də 4 gəlini 25. Yox, 25 9-a bölünür. Yox, ona görə bu da 9-a bölünür. Ona görə B variantını gəldi. Yerdə qalır C variantımız. İstəyirsə gəlin yoxlayaq. 4-ün üstə 7 gələndə 11, 11-in üstə 7 gələndə 18, 18 üstə 4 gələndə 22, 22-nin üstə də 5 gələndə 27. 27 də əlbəttə ki 9-a bölünür. Ona görə cavabımız C variantı olur. İndi isə gəlin keçək 5-ci sualın həllinə. Aha, 9-a bölünmə əlaməti çıxdı qarşımıza. 5-ci sualda deyir ki, x-in hansı qiymətində ədədi 9-a qalıqsız bölünür. Mən nə dedim bayaq? Ədədlərin cəmi 9-a bölünürsə, demək o da bölünür. Yəni rəqəmlərin cəmi. İndi bu rəqəmləri toplayırıq. Bu rəqəmləri toplayırıq. Sonra o aldığımız rəqəmi baxırıq görüm hansı 9-a bölünən ən yaxın rəqəmə yaxındır. O həmin ədəddən də onu çıxırıq, cavabı tapırıq. Gəlin yazaq. Dəftərdə həllini göstərim sizə. Birinci sualı yazdım. Bir dəqiqə. Uşaqlar belə sualı görürsünüz. Görürsünüz. Aha, görürsünüz. Demək 2x, mən burada yazdım, onu sizə göstərəcəm. 3, 5, 4. Bu 5-cinin həllidir. Gördüyünüz kimi, buradakı x-in qiymətini x bərabərdir. Yazırıq. 2 üstə 3 gəlini neçə? 5. 5 üstə 5, 10. 10 üstə 7 gəlini 17. 17. Ən yaxın hansı ədəd var 9-a bölünən? Fikirləşsək, biz belə bir nəticəyə gələrik ki, hələ 18-in özü də 9-a bölünmür ki. Deyək, bunu düz hesabladıq. Yox, uşaqlar, üzrlü sayın. Mən 5 kimi görmüşəm bunu. Üzrlü sayın bir səhvlik oldu. Baxın, 2-nin üstü üçgən. Hədə düz hesablamışam da. Neyse. Uşaqlar, 17-dir. Biz də fikirləşdik görün. Bilirsiniz ki, 17-yə, yəni 9-a bölünəndən ən yaxın 18-dir. 18-dən də çıxıram 17-ni. O da bərabərdir 1. Cavabımız 1 alınır. Yəni cavabımız Y variantı alınır. Dediyimiz kimi rəqəmlərin cəmi 9-a bölünürsə özü də bölünür. Ona görə cavabımız Y variantı alınır. Gördüyünüz kimi. Sonra ədədlərdən 2-yə və 5-ə tam bölünəni göstərin. 2-yə və 5-ə tam bölünən nə deməkdir? Yəni 10-a bölünəni göstərin. Buradan hansı 10-a bölünür? Əlbəttə ki, Y variantı. 10-a bölünmə əlamətini bilirsiniz. Sonu 0 ilə bitən bütün ədədlər 10-a qalıqsız bölünür. Ona görə də cavabımız Y variantıdır. 8-ci sualı keçək. 2-yə və 3-ə tam bölünən ədədləri göstərin. Bilirsiniz ki, 2-yə hansı ədədlər bölünür? Dedim, sonuncu üç rəqəmli bitən ədədlərin hamısı 2-yə qalıqsız bölünür. Burada Y ilə C variantı xaric qalan hamısının axırı cüt ədədlər bitir. Ona görə gəlin, bunları indi toplamaq lazımdır. Baxaq görüm 3-ə tam bölünürmü? Əgər 3-ə tam bölünürsə rəqəmlərinin cəmi, onda bu ədəd 6-ya bölünür. İndi isə gəlin, başlayaq. 6-ın üstə 4 gələndə neçə eləyir? 10, 14, belə tez hesablayacağım. 14, 19, 21. Nə yaxşı, ilk ədədimiz çıxdı. 21 3-ə bölünəndə neçə eləyir? 7 eləyir. Ona görə hələ cavabımız A variantı olasıdır. Yəni 6-ya, əstəğfurullah, üzr istəyirəm. Yəni 6-ya bölünən, 2-yə və 3-ə bölünən, 6-ya bölünən deməkdir. Ona görə cavabımız A variantı olur.
İndi isə gəlin keçək 9-cu sualımıza. Kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Hər birinin qiyməti 2 manat artarsa, hər birindən bir ədəd almaq üçün nə qədər pul lazımdır? Pul lazımdır. Deyir ki, kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Qələmə bir X deyək, eləmi? Kitaba da bir Y deyək. Deyəkmi? Desək kimsə bizə nəsə deyir. Xeyr, əlbəttə ki. Demək, bunların cəmi isə 16-dır. 16-dır. Deyir ki, hər biri 2-dən artsa. Bunların cəmi isə bunun üstünə 2 gəlirik, bunun üstünə də 2 gəlirik. Bunun cəmi neçə eləyir? 2 üstə 2 gəlir, 4 eləyir. Eləmi? 4-ün üstünə də 16 gəlirik. O da bərabərdir. Cavabımız 20. Yəni cavabımız C variantı alınır. İndi isə keçək 10-cu suala. Bu da son sualımızdır. Ədədlərdən neçəsi təkdir? Tək ədədləri bilirsiniz. Sonu 1, 3, 5, 7, 9 ilə bitən bütün ədədlər tək ədədlərdir. Baxaq. Gəlin sayaq bir-bir. 2 cüt ədəddir. 2 getdi. 5 tək ədəddir. Ona görə 55 qalır. 3 tək ədəddir. Qalır. 8 cüt ədəddir. Gedir. 0 cüt ədəddir. 300 cüt ədəddir. O da gedir. 303 tək ədəddir. 399 tək ədəddir. Demək 1, 2, 3, 4. Demək bunda da cavabımız D variantı. 4 dənə rəqəmimiz burada, yəni ədədimiz tək ədəddir. Bu qədər uşaqlar. Ümid edirəm ki, başa saldıqlarımı yaxşı dərk etmiş, anlamış olarsınız. Kanalıma abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Belə videoların davamının gəlməsini istəyirsə, mənə dəstək olmağı unutmayın. Sağ olun.